Elnurə. Bizə bir dənə duxu verəcək Elnurə. Bizə bir Aç dənə diye. duxu verəcək Aç diye. Gözəl qızdı, qəşəng qızdı Elnurə. İkinci qafiyədə deyərdim. Ay vaqa, ay vaqa. Elnurə də adı çəkiləndə ayağa durmuşan. Sən hər dəfə kravatda həmişə salto vurmuşsan. Oturmuşsan 5 ayaq üstə, sən təpi qoymuşsan. Oturmuşsan 5 dəfə, sən təpi qoymuşsan. Ay vaqa, həmişə bundan olmuşsan. Ürək də, ürək. Hadi ürək şapıldat, nə olur? Deməm də. Bu meyxanaçını bilirsən hardan tapmışam Elnurə? Hərdən? Xırdalanda bu ara yol var. Biri var radar var, 50'lik radar. Hə. Biri de var ki ara yoldan girirsən, o 3-4 tane tramplin koyublar, zibil qabları var. Yosunluq var. Əvvəl iyi gəlirdi. Atmışdılar ora, götürdüm bunu çıxartdım ki bundan adam olacaq. Oldu. Olmaq istəyir. Hələ gör nəyi qısqanırlar Elnurə. İndi Nəyi? daha fikir ver. Təsəvvür edin girmişəm bir dənə blogerin canlısına belə eləyir. Qaqaş deyir ki, dəstəkçi deyir ki, ay vaqa, o meyxana, vaqa ilə o meyxanaçı tutuşur da, zordur, hamı onlara baxırsaq belə elə. Bloger də tanınmış adamdır, belə cüzi tanınmış adamdır, belə elə. Qaqaş sən ondan deməyə, o uşaq indi 10 günə gör nələr qazandı, onu denə. Yetimə 400 manat pul gəlib buradan. Üst-üstə qoysan. Gör nəyin paxıllığını çəkənlər var ya anamız. Ona görə Elnurə heç nəyi demə, heç kimə. Vallahi. Mənə direktə deyərsən prosto. Nə gülürsən, əsarsaq. Qəşəng bir dənə təzə meyxanada amma belə qəşəng olsun. Qəşəng meyxanadır. Elnurənin şotuna olmuşsan da vaqa. Hə. Adı nədir? Adı var ki, adı bu pes kapalı meyxana. Elnurə, ay Elnurə, Elnurə. Adlı əli qoymuşsan, əli tanıyırlar səni. Əsl adın 50'dir, əli tanıyırlar səni. Əsl adın 50'dir, əli tanıyırlar səni. Sən də bundan olmuşsan, 50 tanıyırlar səni. Həmişə Yenə Nur. olmuşsan, 50 tanıyırlar səni. Ay Elnurə, Elnurə, ay Elnurə, Elnurə. Elvin şahın şotuna düşmüşsən. Elvin şahın ürəyində olmuşsan. Həmişə olmuşsan. Necə dedim? Yəni qafiyəmizin o hissəsində biraz çatışmaması olur. Mən kişi deyiləm. Hə, bu yəni burada olur. Elnurə, mənə bax, çıxıram. Sabah qoşularıq, yaxşı? Hədizə